Başlayırıq Hüseyn Cavidin ana dramı ilə, ana mənzum faciəsi ilə. Deməli, deyirik ki, ilk öncə belə deyək, təhlillə başlayırıq ki, daha sonra əsərin özünü oxuyacağıq və əsərin özünü oxuyarkən bizə hansı hissələrə diqqət eləməliyik, hansı nüanslara diqqət eləməliyik deyə ilk öncə təhlillə başlayıram. Başlayaq əsərin təhlilinə. Deməli, dedik ki, ana faciəsi həyata əks etdirmə növü dramatik növdür, janrı faciə janrındadır. Mövzusu ananın mənəvi ucalığıdır. İdeyası şəhər qəddarlıq, humanizm və xeyirxahlıq yolu ilə aradan qaldırıla bilər. Bəşəriyyəti sülhə səsləmək. Bu əsas ideyadır. Bəşəriyyəti sülhə səsləmək. Problem nədir? Bəs ananın evində saxladığı qonağı oğlunun qatilidir. Ananın evində saxladığı qonaq məhz o ananın oğlunun, yəni Səlma ananın oğlunun qatili, Qanpoladın qatili olması əsərin əsas problemidir. Bir pərdəli mənzum faciədir. Əsər neçə pərdədən ibarətdir? Bir pərdədən. Mənzum faciə, yəni əsər nəzmlə yazılıb. 1910-cu ildə yazılan əsər ədəbiyyatda ilk mənzum faciə hesab olunur. İlk mənzum faciə. Hüseyn Cavidin ana dramı məhz ilk mənzum faciə hesab olunur. Neçənci ildə yazılıb? 1910-cu ildə yazılıb. Və Cavidin ilk dram əsəridir. İlk dram əsəri. Müəllif hər şeydən əvvəl mürəkkəb, dolğun, yadda qalan xarakter, tipik müsbət ana surəti yaratmışdı. Əsərdə qəzəb, nifrət, intiqam hissinin yaratdığı faciələrə qarşı mərhəmət, alicənablıq, böyüklük kimi keyfiyyətləri özündə birləşdirən ana obrazı yaradılmışdı. Əsərin mərkəzində əsl faciə qəhrəmanlarına malik, fədakar, nəcib, alicənab, vüqarlı ana obrazı dayanır. Səlma onun oğlu Qanpolad, gəlini isə İsmət, kiçik bir qismətlə də olsa buna qane olub yaşamağa, xoşbəxt ömür gün sürməyə layiqdirlər. Lakin bu mümkün olmur. Ananın monoloqu ilə başlayır əsər. Dağıstan həyatından bəhs edilir. Orxan mənfi obrazdır. Səlimlə danışarkən İsmət onu rədd edərsə, onu öldürəcəyini deyir. Deməli, Orxan Səlimlə danışır və Səlimlə danışarkən nə deyir? Deyir, əgər İsmət məni rədd edərsə, onu öldürəcəyəm. Onu öldürəcəyini deyir. Kimə deyir? Səlimə deyir. Orxanın dilindən məsəl verilir ki, daldan atılan daş topuğa dəyər. Desələr ki, bu məsəl kimin dilindən verilir? Orxanın dilindən. Daldan atılan daş topuğa dəyər. Qanpoladın qatili olan Murad Orxanın dostudur. Sonda vicdan əzabı çəkir və Qanpolad intiqamının alınmasını istəmir. Əgər belə bir sual düşsə ki, Qanpolad belə deyək, vəsiyyət edilir ki, mənim intiqamımı alın, belə bir şey yoxdur. O, intiqamının alınmağını istəmir. Səlim sədaqətlidir. Belə, Səlma anadan danışaq. Səlma ana qonaqpərvər, mərd, məğrur, müsbət ana obrazının tipik nümayəndəsidir. Səlma ana sülh, barışıq, xeyirxahlıq carçısına çevrilir. Ana Səlma bu daxili mənəvi böhrandan milli adət və ənənəyə əsaslanan böyük insani hisslə çıxır. Səlma və ailəsi kimsəsiz, köməksizdirlər. Mühit onlara düşmən olduğundan onlar daima təşviş və qorxu içindədirlər. Köməksizlərə, təhlükəyə düşənlərə kömək etməyə hazır olan Səlmanın özü kömək axtarır. Yeganə pənahını, ümidini, havadarını Tanrıda görür. Əsərin əvvəlində məlum olur ki, oğlundan 3 aydır məktub almır. Neçə aydır? 3 aydır. Oğlunu Yusif Peyğəmbərə bənzədən ana onun həbsə düşdüyünü deyir. Oğlunun qayıtdığını Səlimdən öyrənir və ona muştuluq alaraq gümüş kəmər verir. Deməli, oğlunun deyir, qayıtdığını kimdən öyrənir? Səlimdən öyrənir və ona muştuluq olaraq gümüş kəmər verir. Gümüş kəmər. Toy tədarükü görür, sözündə sadiq, fikrində, əqidəsində qaim olan ana oğlunu öldürənə mərhəmət edir, intiqam hissindən daşınıb onun günahından keçir. Onu bağışlanmır desək yanlış olar, çünki onun günahından keçir. Verdiyi sözdən dönmür, insani hisslərinə görə yeni tipli obraz hesab olunur. Savadsız olduğunu oğlunun məktubunu oxuya bilməməsindən anlayırıq.
Humanist və nəcib qadındır. Muradı namərd qonaq, dinsiz, Allahsız adlandırır. Namərd qonaq, dinsiz, Allahsız adlandırır. İsmət sədaqətli, qağıkeş, vəfalıdır. Orxanın var dövlətinin, şan şöhrətinin Qanpoladdan da üstün olmasına aldanmır, öz nişanlısının yolunu gözləyir. Muraddan intiqam alınmasını istəyir. Bax, Muraddan intiqam alınmasını kim istəyir? Məhz İsmət istəyir. Yəni Qanpoladın nişanlısı. Amma İsmətin Qanpoladın özü istəyirmi? Xeyr. İsmət deyir ki, Muraddan intiqam alınsın. Sonda özünü öldürmək istəsə də Səlma ana ona icazə vermir. Və indi isə başlayaq əsərin özünü oxuyaq. Bəzi şeylər var, belə deyə, bəzi nüanslar var. Hansı ki, bunlar iblis faciəsi ilə də bənzərlik təşkil edir. Qeyd edeyim ki, iblis faciəsi də faciə janrındadır, dramatik növdədir və hər ikisi mənzum dramdır. Daha sonra bənzərliklərdən nə deyə bilərik? Fərqli məqamlarda və hər ikisində monoloqla başlayır. İblis əsərində İblisin monoloqu ilə başlayır. Ana dramında isə ananın monoloqu ilə başlayır əsər və daha sonra nə deyə bilərik? Fərqliliklərdən, məsələn, İblis dramında, İblis faciəsində hadisələr Bağdadda başlayır, Bağdadda baş verir. Birinci pərdə məhz orada olur. Amma ana dramında isə Dağıstanda və Dağıstandakı həyatdan bəhs olunur. Dağıstan ərazisində olan həyatdan bəhs olunur. Belə. Və yeri gəldikcə də oxşar nüansları və yaxud fərqli nüansları qeyd edəcəyik. Fərqli nüanslardan, fərqli məqamlardan biri də budur ki, ana dramı məhz ilk mənzum dramdır. İblis də mənzum dramdır, amma ilk deyil. İlk olan hansıdır? Ana dramıdır ki, ilk mənzum dramdır. 1910-cu ildə yazılıb, 8 ildən sonra 1918-ci ildə isə İblis faciəsi yazılıb. Daha sonra və ana dramı Hüseyn Cavidin ilk ilk dramıdır deyək. İlk dramıdır. Belə. Başlayaq. Ana dramı bir pərdəlidir bu. İblis neçə pərdəli idi? İblis 4 pərdəli idi. Səlma ana, Qanpolad onun oğlu, İsmət Qanpoladın nişanlısı, Çərkəz qızı, Səlim İsmətin qardaşı, gənc bir ləzgi Səlimin arkadaşı, Orxan İsmətə vurulmuş bir dəliqanlı, İzzət və Murad da əlavə obrazlardır və Murad məhz Qanpoladın qatilidir. Deməli, səhnə Dağıstanda otlu, ağaclı bir küçük bir bağçada ərz edilir. Bağçanın ucunda sadə və fəqranə bir evciyəz görünür. Uzaqda lətif rəngarəng buludlar, yüksək və mavi dağlar nəzərə çarpır. Deməli, hadisə harda başladı? Dağıstanda otlu ağaclı küçük bir bağçada başladı və bağçanın ucunda nə göründü? Sadə və fəqranə bir evciyəz görünür. Səlma qapı önündə oturub pək düşüncəli görünür. 2 dəqiqə sonra qalxıb yüzünü göy səmtinə tutur, sinirli və həyəcanlı bir səslə: "Ey mərhəmət kanı, ey ulu tanrı." İblisdə də Arif, ey ulu tanrı, belə deyək də, tanrıya müraciətlə başlayırdı onun da, belə deyək, müraciəti. Tanrıya müraciət eləyirdi o da. Yəni Arifin ilk monoloqu məhz Tanrıya müraciətlə başlayırdı. Məhz Səlma ananın da monoloqu Tanrıya müraciətlə başlayır. Lakin İblis əsərində birinci monoloqda, sonuncu monoloqda İblisin dilindəndir. Yəni əsərə ilk giriş olaraq monoloq İblisin dilindəndir. Burada isə
Ananın dilindəndir. Lakin Ariflə ananın oxşar cəhəti, yəni İblis əsərindəki Ariflə ana dramındakı ananın oxşar cəhəti nə oldu? Hər ikisinin monoloqu Tanrıya müraciətlə, Tanrıya belə deyək, müraciətlə başlayır. Aha. Ey mərhəmətkanı, ey ulu Tanrı, ey yerlərin, göylərin hökümdarı, inayət qıl. Yox başqa bir havadar, yalnız varım, yoxum, tək bir oğlum var. Ah Qampolad, Nuri Didəm, evladım, 3 ay var ki məktubunu almadım. Neçə ay? 3 ay. 3 ay var ki taqət qalmamış məndə. Gözüm yollarda, intizar içində. Hər gecə gördüyüm qanlı röyalar göstərir ki, qorxulu bir xəbər var. Bir ildən fəzlədir. Hər ay, hər 15 məktub yollardı, eylərdi sifariş. Niçin o şimdi olsun böyle gafil? Hayır, hayır oğlum, vəfasız deyil. Lakin bəni məhv edər bu intizar. Gündən günə qəlbimdə şübhə artar. Ah, gəliyor İsmət, nasıl da məhcub. Qız deyil, bir mələkdir. Deməli, İsmətin gəldiyinə diqqət edərək deyir, ah, gəliyor İsmət, nasıl da mahcub, yəni üzgün, qız deyil, bir mələkdir. İsmət gülər yüzlə. İşte məktub. Səlma, kimdən, quzum? İsmət, Qampoladdan. Səlma, kim verdi? İsmət, qonşumuz, Qorxmaz oğlu Müslim verdi. Səlma, nasıl Qampoladım? İsmət, şükür, sapsağlam. Səlma, gəlmiyormu? İsmət, məktubda yazmış, tamam. Məktubda yazmış, tamam. Səlma, ah gözəl İsmətim, otur evdəsən, biraz tək başına çalğı çal, əylən. Mən də şimdi məktubda hər nə varsa oxudurub tez gəlirim. İsmət, pək, əla. Səlma gedər. İsmət, kəndi kəndinə. Of, Qampolad, kim bilir şimdi nerede? Ben burada yalnız o qürbət ellərdə. Bir yıl əvvəl nişanlandım. Ben ona, tale o gündən düşman olmuş bana. Artıq onsuz hər şey gözümdə məhzun. Bir an həyatımdan olmadım məmnun. Həyatından məmnun olmadığını deyir. Qapıyı açıb içəri girər, bir az sonra Orxan ilə İzzət bir tərəfdən çıxar. Qapıyı açıb girər, içəri girər, bir az sonra Orxan ilə İzzət bir tərəfdən çıxar. Orxan, İzzət, sən bir tərəfdə bəklə, sakın, İsmət səni görməsin hələ. İzzət, kim bilir, bəlkə heç o yoxdur evdə. Bu sırada qarmon səsi eşidilir. Orxan, işte qarmon səsi odur əlbəttə. Odur o, bax nasıl ruhlu bir çalğı. İzzət, evet, məhzun, gönül məhzun musiqi. Evet, məhzun gönül, məhzun musiqi. Orxan, ah, qız nə qız, sultanlara layiqdir. Fəqət zalım Qampolada aşiqdir. Hər gün xəbər tutar, gedib gələndən, onun adı bir an düşməz dilindən. Zavallı, kəndi hüsnündən xəbərsiz, bilmiyor ki, eşqində divanəyiz. Bilməm ona nasıl dərd anlatmalı, yalnız yalvarmalı ya qorxutmalı. Kəndisi arqasız, yoxsuldur gerçi, lakin o qızda bir böyüklük var ki, hər zaman rast gəlsəm ruhum sarsılır, dilim söz söyləməkdən aciz qalır. İzzət, Orxan, sən bir yigitsən, düşün biraz, billah bu hal sana əsla yaraşmaz. Orxan, peki nə yapmaq gərək? İzzət, bırax varsın, qız kəndisi gəlsin sana yalvarsın. Orxan, hayır, bu iş mümkün değildir, haşa. Ben dərdimi açıb da başdan başa eşqimi söylərim, riza göstərsə xoşbaxt olur. İzzət, büsbütün rədd edərsə, Orxan, qəm yemə, Orxan pək də aciz deyil. Qarmonun səsi kəsilir. Haydi İzzət, sustu qarmon, sən çəkil. İzzət 4-5 addım çəkilir. Orxan, qayət hiddətli. İnan ki, alt üst eylərim aləmi. İsmət Orxanı rədd edər, öyləmi? Allah şahid, bana olmazsa dəmsaz, bu torpaqda ondan bir iz də qalmaz. Yaşar dağlar başında qartal kimi, qoşar səhralarda bir maral kimi. Bəndən başqa olunmaz bir ənisi. Bulunmaz bir ənisi. Bu sırada İsmət dışarı çıxar. Orxan, aman, nə yosma qız. İzzət, ah, Orxan, çəkil, İzzət çəkilir. Orxan kəndi kəndinə yazıq. Əsla qızın könlü şad deyil. Allah, həm dalğın, həm də məhzun.
Bir baxışda eylər insanı məcnun, İsmətə doğru. Aman ya Rəbb, İsmət, İsmət. İsmət Orxanı görüncə heyrətlə, ah Orxan. Orxan, nə var, nə yox, İsmət. Çox şükür, Qampoladdan bugün bir məktub gəldi. Orxan, nerede Selma? İsmet, qonşudadır, şimdi gəlir. Qonşudadır, şimdi gəlir. Orxan, pəkala, fəqət niçin? İsmət, getmiş mollayı bulsun, məktubu oxutsun, xatircəm olsun. Orxan, peki evdə kim var? İsmət, kimsə yox. Orxan, İsmət, Allah əsirgəsin, nədir bu halət? Bətbənizin solmuş, çöhrən dəyişmiş. Qolay sanma, deyil bu sadə bir iş. İsmət, evet doğru, fəqət məraq, intizar biraz sıxmış məni. Orxan, qərib halın var. Qampolad getsin, qürbətdə sürünsün, sən burada ancaq sol. Qayğı çək, düşün. İsmət, lakin tahammüldən başqa çarə nə? Orxan, yazıq İsmət, yazıq, sənin hüsnünə bənim kimi binlərcə aşiq varkən. İsmət, ah sus Orxan, sus. Orxan, Allahın sevərsən, söylədiyim sözlər yalanmı? Söylə, söylə İsmət, yalanmı? Bir fikir elə. Bütün Dağıstanda var bir şöhrətim, yüksək dağlardan böyükdür həşmətim. Hörmətim, izzətim, varım, sərvətim, nəslim, nəcabətim, gücüm, qüdrətim. Günəş kimi parlayorkən fəqət mən, yalnız məftunum sana, ah, yalnız sən. İsmət, Orxan, yetər, yetər. Orxan, İsmət, bir düşün. Səndən başqa bir düşüncəm yox bugün. Bütün qızlar əsir ikən eşqimə, mən sənin eşqində batmışam qəmə. Qəbrim tükənmiş, üzr istəyirəm, səbrim tükənmiş, taqətim kəsilmiş. Huşum, əqlim uçmuş, uykum çəkilmiş. Səndə əsla mərhəmət yoxmu? İsmət, barmağındakı yüzüyü göstərərək hiddətlə. Orxan, işte barmağımda gördüyün nişan. Qampoladdan bir yadigardır bana. Ömrüm olduqca bağlıyım mən ona. Orxan, bir yüzükdən mi eylərsən ihtiraz? İsmət, evet bu bir zəncir ki hiç qırılmaz. Orxan, İsmət, onun heç bir mənası yoxdur. O bir boş xəyaldır. Səni qorxudur, güzük, nişan yalnız gönüldür, gönül. Olma çocuq, sən gəl bana ver gönül. Yarın atlanıb bu köydən çıxalım. Yigit kimsə qarşı çıxsın bakalım, kəndinə heyrətlə. Allah Allah, yenə çatıldı qaşlar, dəhşət verir qartalvarı baxışlar İsmətə. Söylə fikrin nədir, cavab ver İsmət. İsmət, usanmış və sinirli bir halda, artıq yetər, Allah üçün çəkil git. Hürmətin, izzətin, varın, şöhrətin, nəslin, nəcabətin, gücün, qüdrətin hep sənin olsun. Git, çəkil, git Orxan. Ben ayrılmam o yoksul Qampoladdan. Bütün dünya alt üst olub dağılsa, ondan başqa sevdiyim yoxdur əsla. Orxan, İsmət, artıq mənim təhəmmülüm yox. Sən gəl bu işdə, pək inad etmə çox. İnan, gözəl, səmər verməz bu inad. Nə sən sağ qalarsan, nə də Qampolad. Deməli, qızı burada da təhdid edir. Birinci növbədə dostu Səlimə deyir ki, əgər mənə razı olmasa deyir, mən onu öldürərəm. Yəni, necə yəni razı olmasın? Birinci orada Səlimə deyir, ikinci növbədə özünə də deyir ki, əgər deyir, razı olmasan deyir, nə sən sağ qalarsan, nə də Qampolad. İsmət, get, nə yaparsan yap, çəkil get, durma. Orxan, ah, öyləmi? İzzət görünərək. Orxan, kəndini yorma. Bir gücsüzə yalvarmaqdan nə hasil? İsmət, ah, vicdansız, alçaq. Orxan, İzzət, sən çəkil, İzzət çəkilərək. Pəki mən çəkildim, sən yalvar, yaxar, sanki yalvardıqca məhəbbət artar. Orxan, artıq anladıq, çəkil, dəf ol, İzzət. İsmət, ah, xain oğlu, xain. İzzət, pəki, çəkilir, Orxan, İsmət. O məcnundur, ondan bir şey umulmaz. Saçmadır, hər sözü əsla tutulmaz. O deyir, dəlidir, ondan bir şey umulmaz da, sən deyir, onun sözlərinə fikir vermə, saçmalayır deyir, yəni ağlına gələni danışır. Hər sözü əsla tutulmaz. Sözlərini deyir, necə deyirlər, boş ver də, yəni. İsmət, istehza ilə, evet, doğru, yoxsa səni bulmazdı. Səninlə sirdaş, arkadaş olmazdı. Orxan, hər nə söylərsən söylə, xoşdur bəncə. Bəllidir ki, olmaz dikənsiz gönçə. Hər nazına bən eylərəm təhəmmül, ancaq ayrılığa tab etmə müşkül. Tab etmə müşkül, yəni ayrılığa deyir, dözə bilmərəm. Bəndə artıq can qalmamış mərhəmət, mərhəmət qıl, insafsız olma, İsmət. Ya gəl canım al, ya ver tazə can. İşte sən, işte xəncər, işte Orxan.
Xəncərini çəkib İsmətə uzadır. Aha. İsmət alaraq istehza ilə: "Afərin, afərin bu zərbi dəstə, heç rast gəlmədim böyle zərbi şəstə. Çocuqluqdan bəri bu məmləkətdə vardım bu sinnə, amma sən fitrətdə, sən xislətdə bir qəhrəman görmədim. Sən təbiətdə bir insan görmədim. Bu haqsızlıq, bu acizlik, miskinlik, bir mərd üçün çəkilməz dərdi mühlik. Yazıq Orxan, billah yazıqlar olsun. Sən bir yigitsin, sana çox ar olsun." Əlindəki xəncəri bir tərəfə atıb gedərək: "Evet, çox ar olsun. Orxan, getmə, dur, İsmət, İsmət, hədyan eşitməyə yox bəndə qüdrət." Orxan, dur dedim, dur. İsmət, artıq çəkil, get, yetər. Orxan, billah məhv olursun. İsmət xəncəri götürərək: "Al işte xəncər." Uzaqlaşır. İzzət çıxıb yola baxaraq: "Orxan, gələn var. Aman, çəkil, durma." "Ah zalım." Orxan deyir: "Ah zalım." İzzət: "Gəl canım, kəndini yorma." Orxan azacıq çəkilərək: "İsmət, İsmət, getdim, unutma." Lakin İsmət: "Get, hər nə istərsən yap." Alçaq, miskin, etinasızca evə girər. Orxan: "Ah, bənmi?" İzzət: "Sus, canım, sus." Orxan: "İsmət." İzzət: "Orxan, gəl, haydi." Orxan: "Of, sevimli parlaq yılan." Hər ikisi şaşırmış bir halda tez ağaclığa çəkilib saklanırlar. İsmət biraz sonra təkrar dışarı çıxar, ətrafına baxaraq getmiş artıq əsər yox qəhrəmandan mütləq bəni eyliyormuş imtihan. Fəqət bilməz ki, İsmət Qampoladsız məhv olur da dönüklü yetməz hərgiz. Yəni heç vaxt ona dönülü yetməz. Ah, şu xəncər nə, vay zavallı Orxan. Şübhə yox, unutmuş şaşırdığından xəncəri yerdən alaraq: "Gerçəkdən pək gözəl, pək süslü xəncər. Bir parçacıq polad, lakin bir əjdər. Bir vuruşda məhv oluyor bir insan." Birdən-birə Səlimi görüb xəncəri gizləyərək: "Ah, Səlim, Səlim, İsmət, söylə Qampoladdan nə xoş xəbər var, nə yazmış, nə etmiş?" İsmət: "Bilməm." Səlim: "Səlma nerede?" İsmət: "Qonşuya getmiş." Səlim: "Niyə?" İsmət: "Məktubdan bir xəbər bilməyə." Səlim: "Fəqət bir təlaş var sənin yüzündə." İsmət: "Nasıl təlaş?" Səlim: "İşte sən, işte çöhrən, səndə bir iş var, gizliyorsun bəndən." İsmət: "İnan ki, yox burada heç bir gizli iş." Səlim: "Peki səbəb nə? Öyle rəngin qaçmış." İsmət: "Keçən gecə bir xeyli fikrə daldım, düşündüm, uyxusuz qaldım. Odur ki, bəndə qalmamış bəniz." Səlim: "Hayır, bu uydurma bir sözdür. Yalnız İsmət: "Ah, ne eləyəm qardaşım, Qampoladsız günün bir yıl keçər. Bir nişanlı qız nerede görülmüş böyle qayğı çəksin. Bir yıl baştan başa göz yola diksin. Allah için söylə, haqsız mıyım?" Səlim: Səlim İsmətin qolundan tutub çəkərək: "Gəl, çocuq olma." İsmət: "Sən get, xəncər düşər." Ah, Səlim: "İşte əngəl." İşte əngəl xəncəri yerdən alaraq: "İsmət, İsmət, bu xəncər nə yanında? Bu əjdər nə saxlamışsın qoynunda?" İsmət: "Şimdi buradan keçərkən yerdə buldum. Merak etdim kimindir deyə aldım." Səlim: "Ben səni bir doğru qız zənn edərdim. Səndə ki aldatmaq da varmış." İsmət: "Səlim, inan, heç bir sözümdə yoxdur xilaf. Ben yalan bilməm." Səlim qızğın: "İstəməz başqa laf. Söylə, açıq söylə, hər nə var söylə. Doğru söylə İsmət, şaşırma böyle." İsmət kəndisi: "Allah Allah, bir bəlaya tuş oldum." Səlim: "İsmət, inan, qaldım şübhə içində. Cavab ver, sonra get. Bir iş var səndə." İsmət: "Səlim, vaz keç, bırak." Səlim inadlı: "İsmət, heç olmaz." İsmət sinirli: "Allah İsməti öldürsün." Allah İsməti öldürsün. Səlimin əlindən qurtulub düşüncəli bir halda evə doğru gedər. Səlim kəndisi: "Ah, qurnaz, bax nə qədər mahir, nasıl şivəbaz. Bir iş var, ancaq sakınır qızcığaz. Sir vermək istəməz, açmaz ağzını. Xayır, bu halda ben görmədim onu." İsməti çağıraraq: "İsmət, İsmət, İsmət, nə var?" Səlim: "Sözüm var sənə." İsmət: "Allahın sevərsən, çıx get bir yana." Səlim: "Gəl bəri." İsmət: "Bəri gəl." İsmət: "Səlim, get." Səlim İsmətə yaxınlaşaraq: "Getmək qolay, ancaq sən etiraf et. Anlat başından keçəni büsbütün.
Yoxsa mən sana rahat vermərəm bugün. Qıymaq mı istiyordun sən kəndinə? Bu xəncərlə oynamaqdan məqsəd nə? İsmət, Səlim, çıldırdın mı? Səlim, evet, çarə bu. İsmət, bəndə bir şey yox qardaşım, əmin ol. Səlim, kimin bu xəncər, xəbərin yoxmu? İsmət, yox. Səlim, ah, bu yalan bir söz, zəhərli bir ox. Ağzından uçub qəlbinə saplanır. Vücudumda qan coşar, alovlanır. Alovlanır. Söylə İsmət, yox xəbərim dedim ya. Səlim, öyleysə and iç, bitsin bu qavğa. Yəni kavqada dava. İsmət, nasıl and içmək mi? Səlim, İsmətin yaxasından tutub sirkələyərək, şübhəsiz. İsmət, kəndisi eyvah. Eyvah, Səlim, söylə. Səlimdir ki, söylə, İsmət, söylə ki, vallah billah bu xəncərdən heç xəbərim yox, həmin bənim, həm də kimindir bilməm əsla. İsmət, Səlim, bütün dünya dağılsa mən and içməm. Səlim, hiddətli, mən də inan israrımdan vaz keçməm. Səlim, çocuq deyil, hər giz aldanmaz. Billah de qurtul. İsmət, kəndisi, ah, inadlı qanmaz. And içməsəm susturmaq olmaz onu. And içsəm olurum Allah düşmanı. Fəqət hayır, mümkün deyil and içmək. Hər nə varsa açıb söyləyim gərək. Səlim, İsmət, söylə, niçin sustun? İsmət, ah, Səlim, bəndən qorxma, heç qorxma. İsmət, ah, söyləyim qardaşım, ancaq bu sirri bir sən bilməlisin, bir mən. Səlim, İsməti bir tərəfə çəkərək. Gəl bəri. Heç qəm eyləmə. İsmət, faş edilsə bu sir inan ki pək böyük fəlakət verir. Səlim, peki anladıq, söylə artıq. İsmət, şimdi bağçaya çıxmışdım, Orxan göründü. Səlim, nasıl Orxan? Bu kim? Bu hangi Orxan? İsmət, qonşumuz Xanzadə, zəngin bir cavan. Səlim, çox gözəl bildiyim o bizim əhbabdır. Sonra İsmət, gördüm, yavaş-yavaş yaxlaşır. Səlim, evet, sonra İsmət, məktubdan, Qampoladdan əhval sordu, cavab verdim. Bir zaman qüvvətindən, varından çox söylədi. Sonra birdən elani eşq eylədi, gəl qaçalım dedi, başqa bir yana. Səlim, peki cavab vermədin mi sən ona? İsmət, əmin ol, pək gözəl cavablar verdim, dəfol dedim, gözlərinə tükürdüm. Səlim, nihayət. İsmət, pək çox yalvarıb yaxardı, xəncərini tez qınından çıxardı, verdi bana, öldür dedi Orxanı, öldür işgəncədən, qurtulsun canı. Səlim, öyləmi, ah rəzil xain, peki nə yapdın sən? İsmət, dedim get miskin, çəkil get dedim, ədəbsiz, həyasız. Sonra çəkildim evə intinasız. Səlim, afərin dostumuz, afərin Orxan. Afərin dostumuz, afərin Orxan. Sonra İsmət, evdə gecikdim az bir zaman, çıxdım bir də baxdım ondan yox xəbər. Ancaq qalan yadigar bir bu xəncər. Səlim, heç zərər yox, fəqirlər aciz deyil. Sən bəklə Səlmayı, ondan xəbər bil. Sonra evimizə get, burada gecikmə. Həm də söz açma bu işdən heç kimə. İsmət, insan kəndin heç eylərmi rüsva? Səlim, haydi get evdə bəklə, burada durma. Pəki, itaət borcumdur qardaşım. Evə doğru gedərək kəndi kəndinə, ah, nələr çəkəcək ağrımaz başım, içəri girir. Səlim, kəndi kəndinə hiddətlə, Orxan, istər xan olsun, istər sultan. Haqsızlıq əfv olunmaz heç bir zaman. Şimdi yalnız bulud gizli bir yerdə anlatırım kəndini, həddini bir xəncərdə. Orxanın xəncərinə diqqətlə baxarıq. Gerçəkdən pək kəskin silahdır. Yenə ən nihayət qismət olsun kəndinə. Bir də dosta əyri baxan azğınlar eşitsinlər də qoy ibrət alsınlar. Xəncəri qoltuğunda gizlər, ətrafına baxaraq uzaqlaşır. Sonra Orxan və İzzət ağaclıqdan çıxarlar. Orxan qəhqəhə və istehza ilə od alev saçıyor qəhrəman Səlim. Eyvah, demək son nəfəsimdir bənim. Səlimin getdiyi tərəf baxaraq. Get baxalım, get hara? Ara, bul Orxanı. Get bul sana dost görünən düşmanı. Məhv et, parçala, anlasın həddini. Bundan sonra küçük saymasın səni. İzzət, düşman hər nə qədər aciz olsa da məğrur olub küçük sanma Xanzada. Orxan, Xanzada, sözün doğru, pək doğru. Lakin İzzət kim yigitsə söz onundur nihayət. Heç tələsmə, burada dur. Şimdi bir də itmami höccət eylərim İsmətə. Təklifimi xoş görürsə nə əla, rədd edərsə inan yaşatmam əsla. İzzət şaşqın bir halda
göstərərək, ah bu gələn kim? Orxan usanmış bir halda, Allahın bəlası. İzzət, Sahih kimdir? Sahih kim? Yəni sahədən kimdir? Yəni həqiqətən kimdir? Orxan. Qanpoladın anası. Hər ikisi təkrar ağaclığa çəkilir. Bu sırada İsmət dışarı çıxıb baxınır. Səlma gələrək sevinclə, İsmət, qızım, müjdəmi ver, müjdəmi. Bundan sonra gül, sevin, tərk et qəmi. Şükür, çox şükür, sap-sağlam, könlü şad. Bugün, yarın gəlmək üzrə Qanpolad. İsmət, kəndisi, Allaha şükür, aşkar. Gəlmək üzrəmi? Səlma, hay hay, yazdığından bəsbəllidir ki, bir ay. Tamam bir ay tədarük etməkdədir. Çox ehtimal var ki, bu axşam gəlir. İsmət heyrətlə, nasıl Səlma? Evet, ya bu axşam ya sabah qovuşdurur sizi o qadir Allah. İsməti süzərək, həm də yazmış ki, söylərsən İsmətə, toy başlanmalıdır gəldiyim həftə. İsmət utanıb başını aşağı dikər. Gəl utanma, hifz etsin sizi Tanrım. Gəl öpəyim səni, gəl quzum, yavrum. İsməti qucaqlayıb öpərək. Gül rəngin afət görməsin, solmasın. İsmət, heç bir günüm sənsiz olmasın. Gəl evə elmasım. İsmət, rüsxət versəniz, şimdi gedib evimizə söylərim tez, yeni tez gəlirim, çünki anamgil hep müntəzirdir, kimsə rahat deyil. Səlma, pəki quzum, get, söylə, anlat bütün, qoy sevinsinlər, fəqət sən çabuk dön, çünki evdə biraz hazırlıq görək. İsmət gedərək, çox gecikməm. Səlma, haydi get, parlaq çiçək. İsmət uzaqlaşaraq kəndi kəndinə, ah, fəqət intiqam, dilərsə Orxan, İsmət xoşbəxt ikən olur bağrı qan. Göyə doğru, ey bizi yoxdan yaradan bir Allah, rəhm eylə, səndən başqa yox bir pənah. Deməli deyir ki, ah, fəqət intiqam dilərsə Orxan, İsmət xoşbəxt ikən olur bağrı qan. Göyə doğru, ey bizi yoxdan yaradan bir Allah, rəhm eylə, səndən başqa yox bir pənah. Deməli, Allaha yalvarır. İsmət də Allaha yalvarır, həmçinin Səlma ana da əsərin başlanğıcında anaya yalvarırdı. Anaya nədir? Anaya dedim, yoxsa Allaha, yəni Allaha yalvarırdı. Orxan, ah, demək ki, Qanpoladdan xəbər var. İzzət, evet, yarın şübhəsiz gəlir çıxar. Orxan, zərər yox, onu mən sağ qoysam əgər, dünyada yox bəndən alçaq bir nəfər. İzzət yana, mərd atalar bir məsəl söyləmişlər, daldan atılan daş topuğa dəyər. İzzət deyir ki, yan tərəfə baxıb, mərd atalar bir məsəl söyləmişlər, daldan atılan daş topuğa dəyər. Orxan, bir ay pusmaq lazım gəlsə aç susuz, bəklərim onu rahatsız, uyğusuz. Aman verməm ki, sağ qovuşsun evə, nazlı yarını öpsün sevə-sevə. Deməli, daldan atılan daş topuğa dəyər. Burada İzzət deyir bunu. Mərd atalar bir məsəl söyləmişlər, daldan atılan daş topuğa dəyər. Deməli, Orxan, bir ay pusmaq lazım gəlsə aç susuz, bəklərim onu rahatsız, uyğusuz. Amma verməm ki, sağ qavuşsun evə, aman verməm ki, sağ qovuşsun evə, nazlı yarını öpsün sevə-sevə. İzzət, ah, sənin niçin qandırmadın, sən niçin qandırmadın İsməti, niçin əlindən çıxardın fürsəti, bir həftə əvvəl qızı birdən-birə alıb qaçırsaydın başqa bir yerə, şimdi gözəl-gözəl sürüb keyfini, Qanpoladdan çıxarmışdın heyfini. Orxan, of, ağrıdan sanki çatlıyor başım. İzzət, yigit hər zaman yigitdir qardaşım. Yenə az-çox əldə fürsət var hələ, yalnız açıq göz ol, sən vaxtı bəklə. Orxan, xayır, bəklədikcə hevsələn bitər. İzzət, haydi gəl gedəlim, artıq gəl yetər. Orxan, ah, qəlbimə sanki od alev dolmuş. İzzət, gəl canım. Orxan, peki. İzzət, bax, axşam olmuş. Orxan, inan buradan getməm İsməti görməyincə. İzzət, şaşırdın mı? Orxan, nasıl? İzzət, İsmət şimdicə müjdə üçün getmədi mi? Orxan, xayır, mən görmədim, heç görmədim. İzzət, ah, bugün sən pək başqa bir hal keçirməkdəsən. Orxan, gəl. İzzət, nə yapmaq istiyorsun? Söylə əvvəl. Orxan, İzzət, gəl. Çox söyləmə, çox uzatma. Şimdi bulmalıyım ben onu. İzzət, amma böyle tələsməkdən bir şey umulmaz. Təhammül gərək, qardaşım. Orxan, heç olmaz.
Ərk kişidə olur bir söz, bir məram. Əzm eylədim, məhv olsa aləm tamam. Dönməm geri hər yan, bana açıq yol, İzzətin qolundan tutub çəkərək. Haydi gəl gedəlim, fəqət əmin ol. Ya gərək İsmət eşqimə inansın, ya Qanpolad al qanlara boyansın. Gedirlər. Səlma biraz sonra dışarı çıxaraq sevincilə, ya Rəbb şükür dərgahına, çox şükür. Səlma da aqibət xoş bir gün görür, əlindəki məktubu baxaraq. Gerçək kim zənn edərdi birdən-birə, bir kağız böyle ruhu şənləndirə. Oğlum Yusif kimi həbsə düşmüşdü. Şükür qurtulmaq xəbəri yetişdi. Ah, onu yalnız bir də sağ görsəydim, dünyada olmazdı həsrətim, dərdim. Səlim bir tərəfdən çıxaraq, Səlma bacı, müjdəmi ver, müjdəmi. Səlma, nasıl müjdə Səlim? Gəldi oğlun. Deməli, Qanpoladın gəldiyini Səlma anaya kim deyir? Səlim deyir. Aha. Amma məktubu gətirən kim olur? Məktubu gətirən deməli elə kızın adı nə idi? Yadımdan çıxdı. Aha, İsmət. Deməli, biraz üzülü sayın, çünki artıq ikinci əsərdə oxuyuram, amma ard-arda uzun. O baxımdan biraz artıq beynim. Aha, neysə, deməli dedik ki, Səlim bir tərəfdən çıxaraq, Səlma bacı, müjdəmi ver, müjdəmi, Səlma. Nasıl müjdə, Səlim? Gəldi oğlum. Səlma təlaş ilə, köydəmi? Səlim, əvət, köydə, şimdi gəlir. Səlma sevinc ilə, ah yavrum, hər bəladan saxlasın sizi tanrım. Söylə, nə müjdə istərsin, arslanım? Səlim, artıq sən bilirsin. Səlma, pəki sultanım, əcələ içəri girər. Səlim, kəndi kəndinə, gəzdim, dolaşdım, uğradım hər elə. Ben böyle bir qadın görmədim hələ. Böyüklükdə, mərhəmətdə seçilmiş, alicənablıq boyuna biçilmiş. Söz yox, böyle qəlbi geniş qadından, doğar Qanpolad kimi bir qəhrəman. Səlma əlində bir kəmər çıxaraq, işdə gümüş kəmər, həm də yepyeni. Sonra yenə məmnun eylərim səni. Səlim, çox sağ ol, Səlma. Toyda da bir xələtin var. Səlim, bu bəncə ən dəyərli bir yadigar. Bir yadigar ki, heç unutmam bunu. Əcələ qoşub gedərək. Şimdi gedib qarşılayım oğlunu. Səlma, get arslanım, get sevindirdin bəni. Oğlum şadikam etsin Allah səni. Ah, yüreğim sanki dönmüş məşələ. Ya Rəbb, təhəmmül ver, səbr et. Səbr əta eylə. Hər anayı et benim kimi dilşad sevinc ilə. Of, yenə sağ gəlib çıxdı Qanpolad. Qorxarım ki, xəbər duyarsa İsmət, sevincindən məcnun olur nihayət. Aha. Deməli, bu sırada yaxında 4-5 əl şiddətli tapança atılır. Səlma təlaş ilə 5-10 addım səs gələn tərəfə yürüyərək, ah, bu qurşun nə? Ruha dəhşət verir. Aman ya Rəbb, hep tüklərim ürpərir. Köydə mütləq qanlı bir atışma var. Yoxsa yenə çarpışarmı qaçaqlar? Murad, əlində bir boş tapança olduğu halda təlaş ilə qoşaraq. Eyvah, can qurtaran yoxmudur? Səlma, nə var? Murad, imdad, həmşirə, imdad, bəni qurtar. Səlma, gəl oğlum, gəl, heç qorxma. Murad, ah mərhəmət, yoxsa məhv edərlər bəni bu saat. Səlma, evi göstərərək. Haydi, gir çabuk bir tərəfdə saxlan. Allah böyükdür, bir şey olmaz, inan. Murad, ah xanım, bir sənsin benim pənahım. Ben qərib kimsəyim, yox bir günahım. Səlma, haydi gir içəri, gizlən bir yanda. Təlaş etmə, kendini bil amanda. Murad kendi kendine. Orxan, Orxan, işte senin yüzünden qatil oldum. Səlma, artıq çəkil, durma sən. Murad, Allah razı olsun. Səlma, tez çəkil, durma. Murad, ah deyə içəri girər. Səlma, zavallı, pek çox qorxuyor, amma kim bilir hangi vicdansız qudurmuş biçarəyi məhv etmək istiyormuş. Həm qərib, həm kimsəsiz, həm köməksiz.
Bütün dünya toplanıb gəlsə hər giz, Allah şahid, mən onu verməm ələ. İnsaf yoxmu? Səlma ölməmiş hələ. Səlim əlində xəncər təlaş ilə qoşaraq. Ah, o xain nerede, o qatil nerede? Səlma kim? Oğlum Səlim. Ah, o miskin, rəzil nerede? Səlma yavrum, Qanpoladdan xəbər ver bana. Səlim, buradan biri qaçmadı mı bir yana? Əcələ başqa bir tərəfə qoşmaq istər. Səlma qollarından tutub təlaş ilə. O kim? Nasıl qatil bu? Səlma. Daha doğrusu Səlim, Çərkəs Murad, Orxanın yoldaşı, alçaq bir cəllad. Səlma, Səlim, vaz keç oğlum, qaçan qovulmaz. Səlim, xayır, bir vəhşiyə mərhəmət olmaz. Səlma, kim? Kimi öldürmüş? Bir söylə, anlat. Səlim, sorma, ah, bilməm. Səlma, nə var, söylə. Səlim, heyhat, bu bir cinayətdir ki, ağzım dilim söyləməkdən aciz. Səlma, ah, Səlim, Səlim, hər nə var, aç söylə, anlat həbsini. Səlim, işte səfil Orxan, vicdansız dəni vurulmuş İsmətə qarşılıq yalnız təhqir eyləmiş onu biçarə qız. Alçaq hərif bundan çox öfkələnmiş, Qanpoladın gəldiyini öyrənmiş, fürsətdir deyə kəsmiş yolu cəllad, pusub durmuş yanında İzzət Murad. Birdən-birə hər üçü Səlma, söylə, söylə, Səlim. Hücum eyləmiş qurşunla, xəncərlə, mən qoşaraq qaçırmayıb fürsəti, varıb gördüm ki, Orxan İzzəti ilk atəşdə Qanpolad yerə sərmiş. Hər ikisi parçalanmış, gəbərmiş. Səlma, südüm halal olsun, oğul Qanpolad. Peki sonra Səlim, ah fəqət xain Murad nişanlamış Qanpoladın qəlbini. Səlma, ah Səlim, sağalmaz bir yara açmış dəni. Səlma, of quzum, toy qismət olmadı sana. Şiddətlə ağlar, biraz sonra təbdili tevri ilə. Xayır, xayır, gözyaşı dökməm ona. Gerçi dünyadan almamış kamını, qanlısından almış intiqamını. Səlim, fəqət Murad qaçsa da sağ qurtulmaz. Bir tərəfə qoşmaq istər. Səlma hiddətli. Səlim, bırax getsin, qaçan qovulmaz. Yüzlərcə öyle miskin parçalansa bir tükünə dəyməz oğlumun əsla. Səlim gəldiyi tərəfə baxar, birdən-birə həyəcan ilə. Gəl ana, oğlun gəldi işte. Səlma yola baxaraq, eyvah, kaş ki öləydim, görməyəydim, Allah. Hər ikisi yola doğru qoşar, sonra Qanpolad yaralanmış olduğu halda bir ləzginin yardımı ilə görünür. Səlim, Səlma da ətrafını almış olurlar. Səlma oğlunu bağrına basıb ağlayaraq, oğul, oğul, Qanpolad, of ana. Səlma, can Qanpolad, ah sana kim qıydı, kim? Hanki cəllad, Qanpolad, ağlama, heç kimsə qıymamış bana. Düşmanın qanlı taleyimdir, ana. Bu sırada anasının qucağına yıxılıb uzanaraq, ana, heç təlaş etmə, heç sıxılma. Səlma, ah yavrum, kaş ki məhv olaydı Səlma. Görməyəydi səni alqan içində. Ləzgi hiddət və təəssüflə. Ah Murad, alçaq Murad. Səlim, durma sən də. Haydi fürsətdir, intiqam almalı. Qanpolad, Səlim istəməz. Səlim istəməz. Ləzgi, xayır, tez bulmalı. Evet, xain gərək həddin bilsin. Namərd izi yer yüzündən kəsilsin. Hər biri bir tərəfə qoşub gedər. Qanpolad, Səlim, bırax haqsız yerə dökmə qan. Ben kendim intiqam aldım onlardan. Səlma, ah yavrum, quzum, sən rahatsız olma. Nasıl yaran, nasıl? Qanpolad, of yandım ana. Alevləndi qəlbim, tükəndi səbrim. Ah biraz su, ateş almış hər yerim. Səlma, aman evladım, su zərrədir sana. Qanpolad, ah nerede İsmət, çağır gəlsin bana. Səlma, oğlum şimdi gəlir, buradaydı əvvəl. Qanpolad, İsmət, son nəfəsimdir, ah çabuk gəl. Gəl, gediyor Qanpolad. Səlma, ah arslanım, qurban olsun sana dəyərsiz canım. Qanpolad, əlvida, əlvida, gözəl İsmətim. Səlma ayağa qalxaraq, aman ya Rəbb, üf, kəsildi taqətim. Qanpolad, İsmət, ah sən misin? Səlma, ay ya Rəbbim, mərhəmət, mərhəmət, ya Rəbb. Bu sırada İsmət gəlir. İşte gəldi İsmət. İsmət ilk baxışda şaşıraraq donub qalır. Qanpolad, İsmət, İsmət, ah Qanpolad, Qanpolad, əlvida İsmət. Eyvah, hönkür-hönkür ağlayaraq Qanpoladı qucaqlar. Qanpolad, əşhədü ən lə ilahə illallah. Səlma, həyəcanlı, ah getdin, getdin, səni çox gördümü tanırım.
Qızıl güllər açmış köksündə yavrum. İsmət sinirli, xayır, yalnız buraxmam əsla səni. Qanpoladın xəncərini çəkib özünü vurmaq istər. Səlma xəncəri onun əlindən alaraq hiddətlə: "Mən səndən daha müstəhəqqim İsmət. Müstəhəqim İsmət, Qanpolad, sən nə tez unuttun bəni. Lakin Allah nəhi etmiş bunu, lənət. Lənət bu iqbala, bu ömrə lənət." İsmət cənazəyi qucaqlayaraq: "Ah Qanpolad, könlümdə qaldı həsrət." Şiddətli hıçqırıqlar içində boğularaq bihis qalır. Səlma qapıya yaxınlaşaraq şaşqın və sinirli bir halda: "Allah Allah, təhammül ver, səbr ver. Açıl, yarıl, parçalan ey alçaq yer. Yarıl bu talihsizi çək qərinə. Bəndə artıq təhəmmül yox qəhrinə." Deyir ki, yerə deyir ki, yer deyir, yarılsın deyir. Mən deyir, yerə girim deyir və deyir, məni deyir öz yanına çək deyir. Allaha deyir ki, məni öz yanına çək. Məndən deyir artıq təhəmmül qalmayıb. Biz İblis dramında da, İblis faciəsində də görürük ki, Arif Allaha yalvararaq deyir ki, məni yanına al. Mən deyir görüm orada cənnət necədir? Yəni o yuxarı dünya necədir? Və deyir yer deyir, sanki deyir inləyir. Mən deyir bu yerdə olan zülmü deyir görmək istəmirəm, vəhşiliyi görmək istəmirəm. Belə bir şey ağlıma gəlmişkən demək istədim. Aha. Deməli, Səlma deyir ki, qapıya yaxınlaşaraq şaşqın və sinirli bir halda: "Allah, Allah, təhammül ver, səbr ver. Açıl, yarıl, parçalan ey alçaq yer. Yarıl bu talihsizi çək qərinə." O yuxarı çıxmaq istəyir, Arif yuxarı çıxmaq istəyir İblisdə. Burada isə Səlma ana deyir: "Açıl, yarıl yerə tərəf." Aha, deyir, yalnız bir pənahım, bir oğlum varkən qanlı torpaq ayırdın onu bəndən. Ya Rəbb, ədalət, bəni öldür, qurtar. Hər yer bana zindan kimi oldu tar. Qapıya doğru baxaraq: "Ah, bu xain qonaq, aman istərkən, niçin mən ona yer verdim bilmədən? Oğlumun köksünü yarsın da gəlsin, bir cəllad kəndini amanda bilsin. Xayır, xayır, bu mümkün deyil əsla. Sağ buraxmam bənim pəncəmdə hala, onun həddini bildirir bu əllər. Qəlbinə yerləşsin gərək bu xəncər, gərək bulursun cəzasını. Təbdili tevr ilə, ah fəqət oğlumun ruhu bəlkə eylər nifrət, bəlkə bəndən incinir, çünki şimdi qan dökməyə əsla riza vermədi. Həm mültəci, həm qərib, həm misafir, xayır vicdanım olmaz buna qadir. Bir də hər nə yapsam bu dərdi silməz, məhv olsa aləm, Qanpolad dirilməz. Xayır, əfv etməli, getsin də miskin, xəcalətdən ölsün, yerlərə keçsin. Dönüb İsmətlə oğluna baxaraq: "Ya Rəbb, ah bu nasıl mənzərə, dəhşət, sonsuz bir iftiraq içində vüslət, şəfəq zənn olunan şey yanğın oldu. Gönçələr açmadan sarardı, soldu. Ah nasıl iki heykəl, kebi bihuş. Biri birini eyləmişlər dərağuş." Ətrafa baxaraq: "Xayır, gecikdirməsi pək səmərsiz. Buradan şu qanlı dəf olsun gərək tez. Yoxsa xain parçalanır əllərdə." Yollara baxmaq üçün çəkilərək: "Bir baqayım kim var, Səlimgil nerdə?" Büsbütün uzaqlaşıb gedər, sonra Murad əlində tapança evdən dışarı çıxar. Həmən gözü Qanpoladın cənazəsinə ilişərək titrər Murad. Şaşqın və qorxulu bir halda: "Ah, mən nə yapdım? Nə günah işlədim? Durduğum yerdə mən nə xəlt eylədim? Qanpolad, işte qıydığım nevcavan, tükənməz bir uyğuya dalmış, aman, aman, ya Rəbb, nədir bu qorqunc əhval?" İsmətin halına diqqət edərək: "Ah, bu qız niçin böyle pəjmürdə hal? Bu İsmətmi solğun bir gülə dönmüş? Orxanı yandıran atəş mi sönmüş? Odur o qızcığaz nasıl da bayğın? Ah, benim bais əllərim qırılsın. Xayır, bundan sonra durulmaz burada. Tez savuşmaq gərək başqa bir yurda. Yoxsa boğum doğralar bəni. Boğum doğrarlar bəni. Qurtaracaq yox bir havadar məni." Əlindəki tapançaya baxaraq: "Boş bir silah, pək tuhaf şimdi bundan.
Pək tuhaf. Şimdi bundan həm daşıyan qorxuda, həm düşman. Qaçmağa hazırlanarkən Səlma qarşısına çıxar Murad, təlaşlı və şaşqın. Ah, Səlma, qonaq qardaş, dur, təlaş etməsən. Qorxma, bir zərər gəlməz sana bəndən. Amandasın, heç qorxma, heç saxılma. Çünki mən əvvəldən söz verdim sana. Sən bir qonaqsın, qatil olsan belə. Səlma həlak olur da verməz ələ. Murad tapançayı yerinə qoyaraq, aman, ah nə böyük qadınsın. Səlma, amma bir ricam var, sənin adın nə? Murad, sorma. Səlma, bilmək istərim, söylə. Murad mütərəddid bir tövrlə. Çərkəs Murad. Səlma, sinirli və çılğın bir halda. Ya Rəbb, mərhəmət, ah oğul, Qampolad. Murad başını aşağı dikərək kəndi kəndinə hiddətlə. Öldürdüyün Qampolad, Səlma, pənah. Qampolad, Səlma, pənah. Murad, sən nə vicdansız oldun, eyvah. Bunu öz-özünə deyir. Deyir ki, öldürdüyün Qampolad, Səlma, pənah. Sən deyir öldürdüyün Qampoladdır, amma deyir pənah gətirdiyin yer Səlmanın yanıdır da, yəni onun anasıdır. Murad, sən nə vicdansız oldun, eyvah, öz-özünə müraciət edir. Səlma, amma nə müşkül mevqedə qaldım, ah, nə talihsiz ana oldum, Allah. İsmət bu sırada saçlarını aralayaraq başını qaldırıb baxınır. Səlma, yumşaq səslə, Murad, sən həm qəribsin, həm mültəci. Buradan sağ qurtulub gedərsin şimdi. Fəqət bilməlisin şu qanlı arslan, şu qıydığın cavan oğlumdur. İsmət çığıraraq, aman, ah, nərdəsin Səlim, gəl işte fürsət. Qanlımız burada, Murad, ah, Səlma, İsmətə, sus qızım, İsmət, sus. Qərib bir qonaq verilməz elə. Deməli, İsmət də intiqamın alınmasını istəyir. İsmət intiqamın alınmasını istəyir, amma Qampolad isə bunu istəmirdi. İsmət Səlmadakı xəncəri almağa çalışaraq, xayır, böyle vicdansız gərək ölə. Səlma İsməti əli ilə rədd edərək, amandadır yavrum, bildinmi? İsmət həyəcanlı bir halda Murada, cəllad, cənazəni qucaqlayaraq, ah, qanın yerdə qaldı mı, Qampolad. Murad Səlmanın əlindən xəncəri qoparaq İsmətə, xayır, bu qan yerdə qalmaz. Bax işte, yürəyinə saplamaq istədiyi halda Səlma şiddətlə qoluna vurur, xəncər yerə düşər, dərhal kəndisi alır. Səlma hiddətli, Murad, doğrayın bəni riştə, əvət doğrayın, məhv olmalı zalım. Ah, bir alçağa mərhəmət nə lazım? Qanlı bir canavar sağ buraxılmaz. Mən bir xainim, öldürün. Səlma, heç olmaz. Murad, yaşatma, öldür, ana, bəncə hala, billah gəbərmək, yaşamaqdan evla. Yəni, yaşamaq deyir, ölməkdən daha betərdir də, yəni. Səlma, xayır, sən bana eylərkən iltica, söz vermişim, dönməm sözümdən əsla. Bu sırada bir-iki ıslıq və tapança səsi eşidilir. Murad diksinərək, aman, ya Rəbb, Səlma qolundan tutub çəkərək, gəl, heç təlaş etmə, gəl, qaçmaq gərək, qorxarım arta əngəl. Murad kəndisi, hər tərəf qorxuluq, qaçmaq səmərsiz, aşkar. Ah, ben nə bir yol bilirim, nə bir il. Səlma, gəl, heç qəm etmə, gəl. Bax işte bir yol, düz qorxusuz bir dərədir, əmin ol. Buradan çıxar bir köyə, həm çox sürməz. Sağ qurtulub gedərsin, kimsə görməz. İsmət başını qaldırıb bir həzin və atəşli bir ahənglə, ya Rəbb, nə bəxtiyar imiş ölənlər. Murad, Səlmaya, ah, nə qədər alicənabsın, Səlma, Murada yetər. Səlma, Murada yetər. Yetər, get, durma, get, haydi, çəkil, get. Artıq savuş, durmaq vaxtı deyil, get. Murad Səlmadakı böyüklüyə qarşı sıxılaraq şaşqın bir halda yürür. Bir-iki addım getdikdən sonra dönüb baxır və dərin bir ah çəkərək büsbütün uzaqlaşır. Səlma Muradın getdiyi tərəfə doğru hiddətli və həyəcanlı bir səslə, get, namərd qonaq, get, alçaq mültəci. Get miskin hərif, get cəllad yırtıcı, get vicdansız, kəndini qurtar, yaşa, ancaq vicdansızları bəslər dünya. Daha sinirli və qızğın, get gözüm görməsin, uzaqlaş, dəf ol, nə haqsızlıq etdinsə Allahdan bul. Get, çəkil, dinsiz, Allahsız xain, murdar izin bu torpaqdan silinsin, oğlumu söndürdün, yandırdın bəni. Get kamə, irdirməsin Allah səni, göyə doğru titrəyərək.
Titrəyərək mərhəmət, ya Rəbb, mərhəmət, inayət, təhammül ver, qalmamış bəndə taqət. Ah, qəlbim az qalır partlasın, Allah, cənazəyə doğru qoşaraq çılğınca. Allah, nə bədbəxt ana oldum, eyvah, həsrəti könlümdə can verən evlad. Ah, qəhrəman oğul, nakam, Qanpolad. Haman oğlunu qucaqlayaraq şiddətli və yaxıcı hıçqırıqlar içində boğulub düşər. Bu sırada Səlim ilə arkadaşı dəxi birər tərəfdən çıxaraq hiddətli və məhbud bir halda baqa qalırlar. Deməli, bayaq diqqətimi bir nüans, belə deyək, hissə çəkdi. Burada görüm onu dəqiqləşdirim, daha sonra videonu dayandırım. Daldan atılan daş topuğa dəyər sözünü biz yuxarıda gördük ki, İzzət deyir. Görək mən səhv mi görmüşəm, yoxsa burada mı səhv verilib? Aha. Deməli, daldan atılan daş topuğa dəyər. Orxanın dilindən məsəl verilir. Daldan atılan daş topuğa dəyər. Əslində biz əsəri oxuyanda gördük ki, İzzətin dilindən verildi. Amma burada bunu veriblərsə, bu əsərin uzun variantı deyil də, yəni ixtisarladı. Və bu baxımdan da biz indi burada belə deyiblər, amma biz yuxarıda İzzəti gördük. Bunu mən daha sonra araşdırıb şərh bölməsində və yaxud da açıqlama bölməsində qeyd edərəm dəqiqini. Belə, bu qədər.